Kürarət çaylarında bəndlərin istismar idarəsinin rəisi Elman Nuriyev. Hal-hazırda durduğumuz ərazi Ağcabədi rayonunun Nəzəqulubəyli kəndi ərazisidir. Burada Qarqarçay Kür çayı ilə birləşir. Bildiyiniz kimi Kür çayında suyun səviyyəsinin artması nəticəsində su artıq Qarqarçaya baskı verib. Qarqarçayda da bəndin üstündən yox, alt tərəfindən sızmalar nəticəsində bəndi müəyyən hissəsi yuyulub. Hal-hazırda bütün qabaqlayıcı tədbirlər görülür, bütün qəza materialları toplanıb, maşın, mexanizmlər hamısı cəlb olunub. Artıq bəndin həmin yıxan yerində bağlama işinə başlayırıq. Bəndin bərpası işinə başlayırıq. İnanıram ki, 5-6 saat içərisində bu bəndin yarılmış yeri bərpa olunacaqdır. Növbəti təhlükə gözlənilmir. Növbəti təhlükə elə bir təhlükəli sahə yoxdur, amma bildiyiniz kimi bəndlər hamısı torpaq bəndlərdir. Müəyyən vəhşi heyvanların dəlikləri, deşikləri sayəsində nəsə ola bilər. Bundan ötəri də bütün idarənin, ümumiyyətlə xidmətin, regional su meliorasiya xidmətinin bütün əməkdaşları hamısı cəlb olunurlar bu işlərə. Hər yerdə nəzarət olunur, müşahidələr aparılır və maşın, mexanizmlər hamısı bənd boyu hər yerdə düzülüb müəyyən işləri aparırlar. Qabaqlayıcı tədbirlər görürlər.